Yaxşı. İnnel hamdəlillah nəhməduhu və nəstə'inuhu və nəstəğfiruh və na'udzu billahi min şururi anfusina və min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Amma ba'd. Əziz və dəyərli müsəlmanlar, Allahın izni ilə bugün yeni bir dərsə başlayacağıq, yeni bir kitabın şərhinə başlayacağıq. Bu kitab El-Mücəddid böyük alimlərdən olan Şeyx Muhammed İbn Abdülvahhabın kitabıdır. Usul-u Sələsə kitabıdır və bu üç əsas kitabı Muhammed İbn Abdülvahhab rahimehullah bu kitabda hər bir müsəlman kişi və qadına bilməsi vacib olan məsələləri qeyd edib. Və həqiqətən olduqca faydalı bir kitabdır. Muhammed İbn Abdülvahhab rahimehullah bu kitabı yazıb və həmçinin bir çox alimlər bu kitabı şərh ediblər. Və şərh eləyən alimlərdən də ki, həmçinin müasir alimlərdən olan Şeyx İbn Baz rahimehullahdır və inşallah ki, onun şərhini oxuyacağıq Allahın izni ilə. Və Muhammed İbn Abdülvahhab rahimehullah deməli, hicrətin 1115-ci ilində dünyaya gəlib. Dir'iyyə şəhərində yaşayıb və həmçinin elm tələb etmək üçün başqa şəhərlərə səfər edib. Məkkə, Mədinə və bəzi Şam şəhərlərinə. Və Muhammed İbn Abdülvahhab rahimehullah 91 il yaşayıb. 1206-cı ildə vəfat edib. Və onun həyatı olduqca böyük faydalarla, çoxlu xeyirlərlə və Allaha dəvətlə dolu olan bir həyatı idi. Və onun həyatı bütövlükdə elm öyrənmək və insanlara doğru yolu yönətmək, doğru yolu göstərmək və həmçinin bunun üzərində səbirli olmaq idi. Və Allah Subhanahu taala bu böyük imam səbəbilə nə qədər insanları Ərəb cəzirasında, Ərəb yarımadasında nə qədər insanları və həmçinindəki nə qədər şəhərləri zəlalətdən xilas eləyib. Və bu kimsənin, Muhammed İbn Abdülvahhab rahimehullahın dəvəti ən çox Ərəb cəzirasında, özü o yaşadığı yerdə və həmçinin Şam bölgəsində, Misirdə, İraqda və Hinddə və həmçinin digər ölkələrdə yayılmışdı. Və Muhammed İbn Abdülvahhab rahimehullahın yazdığı kitablar çoxdur. Bundan başqa kitablar da var. Və xüsusən bu kitabı Muhammed İbn Abdülvahhab rahimehullah həm elm tələbələri üçün, həmçinindəki sıravi müsəlmanlar üçün yazıb ki, hətta müsəlmanlar özlərinə vacib olan ən mühüm vacibləri bilsinlər və həmçinin dinlərini öyrənsinlər və onlara dinlərində zəruri olan məsələləri öyrənib buna əməl etsinlər. Və birbaşa kitabın şərhinə başlayacağıq Allahın izni ilə. Və dediyimiz kimi kitabın şərhində böyük alim Abdüləziz İbn Baz rahimehullahın şərhindən istifadə edəcəyik. Və Abdüləziz İbn Baz rahimehullah da miladi təqvimlə 1999-cu ildə vəfat eləyib may ayında və böyük alimlərdən idi və həmçinin Saudiya Ərəbistanında müfti idi. Və Muhammed İbn Abdülvahhab rahimehullah buyurur ki, risaləsinə başlayaraq deyir ki, "Ə'ləm rahiməkallah ənəhu yecibu aleynə təallümə arbə'i məsail. El-ula el-ilmu ve huve ma'rifetullah ve ma'rifetu nebiyyihi
ومعرفة دين الإسلام بالأدلة. الثانية العمل به. الثالثة الدعوة إليه. الرابعة الصبر على الأذى فيه. والدليل قوله تعالى: بسم الله الرحمن الرحيم والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. قال الشافعي رحمه الله تعالى: لو ما أنزل الله حجة على خلقه إلا هذه السورة لكفتهم. وقال البخاري رحمه الله تعالى: باب العلم قبل القول والعمل. والدليل قوله تعالى: فاعلم أنه لا إله إلا الله واستغفر لذنبك فبدأ بالعلم قبل القول والعمل. Deməli, Muhammed ibn Abdülvahhab rahimehullah risaləsinə bu cür başlayır və deyir ki, bil, Allah sənə rəhm eləsin. Bil ki, bizim üzərimizə öyrənməyimiz vacib olan 4 dənə məsələ var. Yəni, bu məsələlərin ilki elm almaq, bilməyimiz. Və huvə ma'rifətullah. Və bu da nədir? Allahı tanımaq, Peyğəmbərini tanımaq, İslam dinini dəlillərlə öyrənmək. İkinci məsələ, buna əməl etmək. Yəni, bildiyimiz elmə əməl etmək. Üçüncüsü, buna dəvət etmək. Və dördüncüsü də ki, bu yolda başımıza gələn əziyyətlərə səbr etmək. Və buna dəlil olaraq Muhammed ibn Abdülvahhab rahimehullah Əsr surəsini gətirir ki, Allah Taala əsr vaxtını and içir və buyurur ki, həqiqətən insan xüsran içərisindədir. Uduzub, yalnız iman gətirib, salih əməl işləyən və bir-birlərinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa. Və sonra İmam Şafi rahimehullahın sözünü nəql eləyir. Buyurur ki, əgər Allah Taala insanlar üçün hüccət olaraq Əsr surəsindən başqa bir surə nazil etməsəydi, bu onlara hüccət olaraq kifayət idi. Və həmçinin İmam Buxar rahimehullah öz səhihində fəsil ayırıb və həmin fəslin adını qoyub ki, elm söz və əməldən öndədir. Elm söz və əməldən öndədir. Və buna dəlil olaraq Allah Taala'nın ayəsini gətirir ki, bil, həqiqətən Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və günahların üçün Allahdan bağışlanma dilə. Və Muhammed ibn Abdülvahhab rahimehullah deyir ki, yəni Allah Subhanahu taala söz və əməldən öncə öyrənməyi əmr etdi. Bununla başladı. Və indi bu Muhammed ibn Abdülvahhab rahimehullahın sözlərini Şeyx İbn Baz rahimehullah şərh eləyir və buyurur ki, "Hədihil məsailu yecibu an yetəalləməhə el-mu'minu vel-mu'minatu sigar vel-kibar." Yəni bu elə bir məsələlərdir ki, hər bir mömin kişi və qadın, böyük, kiçik, hər bir kimsə bu məsələləri öyrənməlidir. Bu məsələlər nə idi? İlk öncə elmli olmaq, elm öyrənmək, bəsirət sahibi olmaq. فَعَلَى الْاِنْسَانِ اَنْ يَتَعَلَّمَ وَيَتَبَصَّرَ حَتَّى يَكُونَ عَلَى بَيِّنَ. Və mömin kimsəyə vacibdir ki, elm öyrənsin, bəsirət sahibi olsun. وَيَعْرِفَ دِينَ اللّٰهِ الَّذ۪ي خُلِقَ مِنْ اَجْلِهِ. Və Allahın dinini öyrənsin. O din ki, Allah Teala onu bu din üçün yaradıb. وَهَذَا الْعِلْمُ هُوَ مَعْرِفَةُ اللّٰهِ وَمَعْرِفَةُ نَبِيهِ وَمَعْرِفَةُ دِينِ الْإِسْلَامِ بِالْأَدِلَّةِ. Bu nə elmdir? Allah'ı öğrenmek, Allah'ı tanımak, Peygamberini tanımak ve İslam dinini delillerle öğrenmek. فَهَذَا أَوَّلِ شَيْءٍ اَنْ يَتَبَصَّرَ الْعَبْدُ مَنْ هُوَ رَبُّهُ. Bu kula ilk vacip olan, öğrenmesi ilk vacip olan şeydi. Nedir? Rabbin kimdi? Rabbini tanımak, Allah'ı tanımak. فَيَعْرِفُ أَنَّ رَبَّهُ الْخَالِقُ الَّذ۪ي خَلَقَهُ وَرَزَقَهُ وَأَسْتَ اِلَيْهِ النِّعْمَةِ. Yarhamukumullah. Rabbini tanıyır ki, həqiqətən onun Rəbbi yaradandır, ona ruzi verəndir və ona neymətlərini başından aşağı endirəndir. وَخَلَقَ مِنْ قَبْلَهُ وَيَخْلُقُ مَنْ بَعْدَهُ. Və Rəbbini tanıması ki, o Rəbbi ki, ondan əvvəlkiləri də, yəni özündən əvvəlkiləri də Allah Teala yaradıb və özündən sonrakiləri da Allah Teala yaradacaq. Huve Rabbul alemin. O Allah
aləmlərin Rəbbi olan Allahdır. Və ennehul ilahul haqqu el-ma'budu ləzi la yestehiqqul ibadətə sivahu əbədən. Yəni, o Allah haqq olan ilahdır, yalnız ibadətə haqqı olan məbuddur və ondan başqa heç bir kimsə ibadətə haqlı deyil. La mələkun muqarrab və la nəbiyyun mursəl və la cinnun və la insun və la sanamun və la qeyri dəlik. Yəni, bu kim olursa olsun, istər mələk olsun, Allaha yaxın olan mələk olsun, istər peyğəmbər olsun, göndərilmiş peyğəmbər olsun, istər cin, istər insan, istər büt, bundan başqa hər bir şey. Bəlil ibadətu haqqun lillahi vahdə. İbadət yalnız Allahın haqqıdır. Fəhuvəl mə'budu bihaqqin subhanəhu və teala. Və Allah Teala buna haqqı olan yeganə məbuddur. Və huvəl müstəhiqqu bi ən yu'bəd. Və Allah subhanə teala ibadət olunmağa da haqlıdır. Və huvə rabbul aləminə və huvə rabbukə və xaliqukə və ilahukəl haqqu subhanəhu və teala. Və o, aləmlərin Rəbbi olan Allahdır. Sənin Rəbbindir, səni yaradandır, sənin haqq olan ilahındır. Fətə'rifu hədihil məsələtəl ulə. Və sən bu məsələni öyrən. Və hiyə ən tə'rifə rabbək və nəbiyyək və dinəkə bil ədillə. Bu nədir? Sən Rəbbini, Peyğəmbərini və həmçinin dinini dəlillərlə öyrənməyin və bilməyin. Qalallahu və qalər rasul. Allah və Rasulu dedi. Allah dedi, yəni dəlillər budur. Allah dedi və Rasulu dedi. La bir ra'yi və la bi qavli fulan. Nə rəylər, nə fikirlər, nə də ki, filan kəsin sözü yox. Allah dedi və Rasulu dedi. Bəl bil ədilləti minəl əyəti vəl əhədis. Yəni, sənin əqidən dinini öyrənməyin Quran və sünnədən olan dəlillərlə olsun. Və zəlikə huvə dinul İslamul-ləzi əntə mə'murun bid-duxuli fihi vəl-iltizamu bihi. Yəni, bu o İslam dinidir ki, sənə bu İslam dininə daxil olmaq əmr olunub və həmçinin buna tabi olmaq sənə əmr olunub. Və huvə ibadətullahi-ləzi qalə fiyhə subhanəhu və tealə. Və bu da ki, yəni İslam dini Allaha ibadət etməkdir. Necə ki, Allah Teala onun barəsində buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım. هَذِهِ الْعِبَادَةُ هِيَ الْإِسْلَامُ وَهِيَ طَاعَةُ اللّٰهِ وَرَسُولِهِ وَالْقِيَامُ بِأَمْرِ اللّٰهِ وَتَرْكُ مَحَارِمِهِ. Bu İslam, yəni Allaha və Rasuluna itaat etmək, onun əmirlərini yerinə yetirib, onun qadağan etdiyi şeylərdən çəkinməkdir. Hədihiyəl ibadətulləti xuliqan nəsu li əclihə. Və bu o ibadətdir ki, insanlar bunun üçün yaradılıblar. Və əmərallahu bihən nəsə fi qavlihi. Və həmçinin Allah Teala başqa ayədə insanlara əmr edərək buyurur ki, Yə əyyuhən nəsu ubud və təxsisuhu bil ibadəti subhanəhu və tealə. Yəni, onun əmirlərinə itaat etməklə və qadağan etdiyi şeylərdən çəkinməklə və ona təslim olmaqla və ibadətdə onu xaslaşdırmaqla, təkləşdirməklə ona ibadət edin. Və min zəlikə ən tə'rifə nəbiyyək. Və həmçinin sənə vacib olan nədir? Peyğəmbərini tanımağın. Kimdir? Muhammed ibn Abdillah ibn Abdilmuttalib Əl-Həşimi Əl-Quraşi Əl-Məkki Thumməl-Mədəni aleyhissalatu vəssalam. Fətə'rifu ənəhu nəbiyyuk. Tanıyırsan, bilirsən, öyrənirsən ki, Muhammed ibn Abdillah sənin peyğəmbərindir. Və ennəllaha ərsələhu ileykə bidinil haqqi yuallimukə və yurşidukə. Allah Teala onu sənə peyğəmbər olaraq göndərdi. Sənə bir elçi olaraq göndərdi, haqq dinlə gəldi. Ki, hətta sənə haqq dini öyrətsin və sənə doğru yolu göstərsin. فَتُؤْمِنُ بِأَنَّهُ رَسُولُ اللّٰهِ حَقًّا. Və sən də iman edirsən ki, Muhammed ibn Abdillah Allahın haqq olan elçisidir. وَأَنَّ اللّٰهَ أَرْسَلَهُ لِلْعَالَمِينَ جَمِيعًا مِنَ الْجِنِّ وَالْإِنْسِ. Və Allah Teala onu
bütün alemlere, cinlere ve insanlara gönderdi. Ve ennel vacibe ittiba'uhu ve seyru ala minhacihi. Ve vacib olan da, bize vacib olan da nedir? Peygamber sallallahu aleyhi ve sellemin sünnetine tabi olmak ve onun menheci üzerinde, onun yolu üzerinde seyretmek. Ve seyati tefasilu fi hâzâ fi fasl-i thâlisi min hâzihil usul es-selâse. Ve diğer növbəti məqamlarda bu barədə daha geniş danışacağıq. Sonra ikinci məsələ buyurdu ki, deməli ilk məsələ nədir? İlk məsələ elm, öyrənmək, bilmək. Nəyi bilmək? Rəbbini tanımaq, Peyğəmbərini tanımaq və İslam dinini dəlillərlə öyrənmək. İslam dinini dəlillərlə öyrənmək. İkinci məsələ nədir? Muhammed İbn Abdülvahhab rahimehullah bunu zikr elədi ki, ikinci məsələ buna əməl etmək. Buna əməl etmək. أي أن تعمل بهذا الدين من صلاة وصوم وجهاد وحج وإيمان وتقوى فتعمل بالإسلام لأنك مخلوق لله مخلوق لعبادة الله فعليك أن تعلم دين الله وتعمل به فتعبد الله وحده وتقيم الصلاة وتؤدي الزكاة وتصوم رمضان وتحج البيت وتؤمن بالله وملائكته ورسله وكتبه وباليوم الآخر وبالقدر خيره وشره. Ve İbn Baz rahimullah buyurur ki, yani əməl etməyin nəyə? Yani bu dində sənə əmr olunanlara əməl etməyin. Namaz, oruc, cihad, həc, iman, təqva, İslam'a əməl etməyin. Çünkü sen Allah üçün yaradılmısan. Çünkü sen Allah'a qul olmaq üçün yaradılmısan. Sen Allah'a ibadət etmək üçün yaradılmısan. Və sənə də vacib olan nədir? Allah'ın dinini öyrənməyin və buna əməl etməyin. Və Allah'a, tək olan Allah'a ibadət etməyin. Namaz qılıb, zəkatını verməyin, Ramazan orucunu tutub, Allah'ın evini həcc etməyin, Allah'a, mələklərinə, elçilərinə, kitablarına, ahirət diyarına, qiyamət gününə, ahirət diyarına və qədərin xeyrinə və şərrinə iman gətirməyin. Və tə'muru bil ma'rufi və tənhə anil munkar. İnsanlara yaxşılığı tövsiyə edib, onları pislikdən çəkindirməyin. Və təbarra valideykə. Və həmçinin valideynlərinə qarşı yaxşı davranmağın. Və tasiləl ərhamə. Qohumluq əlaqələrini birləşdirməyin ilə qeyri dəlik və digər sənə şəriətdə əmr olunan əməllər. Fətə'məlu bimə əmərəkəllahu bihi. Allah Teala şəriətdə, dinində sənə nəyi əmr edibsə, ona əməl edirsən. Budur. Və təntəhi əmmə nəhəkəllahu anhu və tətrukul məasiyyəlləti əntə mənhiyyun anhə. Və həmçinin Allah Teala sənə nəyi qadağan edibsə, onlardan çəkinirsən, uzaq durursan, günahlardan çəkinirsən, o günahlar ki, şəriət səni bunlardan çəkindirib. Və təf'alul vacibətilləti əntə mə'murun bihə. Və sənə şəriətin vacib buyurduğu əməlləri də yerinə yetirirsən. Və üçüncü məsələ, Muhammed İbn Abdülvahhab rahimehullah buyurdu ki, əd-də'vətu ileyhi. Buna dəvət eləmək. Birinci məsələ, elm, öyrənmək, bilmək. Nəyi bilmək? Allahı, Rəbbini tanımağın, Rəbbin barəsində elminin olması. İkinci məsələ, deməli, Rəbbini tanımağın, Peyğəmbərini tanımağın və İslam dinini dəlillərlə öyrənməyin və bilməyin. Baxın, mühümdür. Demədi İslam dinini öyrənməyin. Dedi, dəlillərlə öyrənmək, dəlillərlə bilmək. Rəylərlə, fikirlərlə, məzhəblərlə, yollarla yox, dəlillərlə. Quran və sünnədən qaynaqlanan dəlillərlə. Və ikinci məsələ buna əməl etmək. Öyrəndiyinə, yəni Rəbbin kimdir, Peyğəmbərin kimdir, dinini dəlillərlə öyrəndin, buna əməl etmək. Və üçüncü məsələ buna dəvət etmək. Üçüncü məsələ buna dəvət etmək. Bəli, hər bir kimsə dəvətlə borcludur. Əy ən təd'u ilə hədəd-din. Bu dinə insanları dəvət edirsən. فَتَنْصَحُ النَّاسَ بِأَنْ يَسْتَقِيمُ عَلَيْهِ وَتُرْشِدُهُمْ وَتَأْمُرُهُمْ بِالْمَعْرُوفِ. İnsanlara nəsiyyət edirsən ki, onlar bu dinə gəlsinlər və onlara doğru yolu göstərirsən. Onlara yaxşılığı əmr edib, pislikdən çəkindirirsən. هَذِهِ هِيَ الدَّعْوَةُ إِلَى دِينِ الْإِسْلَامِ. İslam dininə dəvət etmək də nədir? Budur. فَعَلَى كُلِّ مُسْلِمٍ أَنْ يَدْعُوَ إِلَى اللّٰهِ حَسَبَ طَاقَتِهِ وَعِلْمِهِ.
Hər bir müsəlmana bacardığı qədər elmi çərçivəsində Allahın dininə dəvət etməsi vacibdir. Hər bir müsəlmana. Baxın, bəzən insan elə düşünür ki, bir yerdə tələbə var, bir yerdə elm əhli var. Yəni, artıq sənin boynundan dəvət qalxıb. Yox, elə məqamlar var ki, sənin də üzərinə dəvət eləmək vacibdir. Sənin də üzərinə insanlara haqqı çatdırmaq, bildiyin çərçivədə, bacardığın qədər onlara öyrətməyin sənə vacibdir. Fəkullu vahidin, raculin əv imra'ah. Hər bir kimsə, istər kişi olsun, istər qadın olsun. İslam dininə dəvət eləmək, bacardığı qədər, bildiyi qədər vacibdir. Aleyhi qistun min hədəl vacib. Hər bir kimsəyə bu vacibdən pay var. İstər kişi olsun, istər qadın olsun. Minət təbliği və dəvəti və irşadi və nasihə. Yəni, insanlara öyrətmək, onları dəvət etmək, onlara doğru yolu göstərmək, onlara nəsihət eləmək, hamısı bura daxildir. Və ən yəd'uə ilə təvhidillah وإلى الصلاة والمحافظة عليها وإلى الزكاة وآدائها وإلى صوم رمضان وإلى حج البيت من استطاع وإلى بر الوالدين وصلة الأرحام وترك المعاصي كلها. İnsanları nəyə dəvət edirsən? Tək Allaha ibadət etməyə, tövhidə dəvət edirsən, namaza, namazı qorumağa, zəkata, zəkatı əda etməyə, Ramazan orucunu tutmağa və bacarırsa Allahın evini həcc etməyə və həmçinin valideynləri ilə yaxşı davranıb qohumluq əlaqələrini birləşdirməyə və günahları tərk etməyə dəvət edirsən. Və dördüncü məsələ, əs-sabru aləl-əzə fihi. Yəni, bunun üzərində səbirli olmaq. Bu dəvət üzərində gələn əziyyətlərə qarşı səbirli olmaq. Və baxın, yəni, bu da ki, Muhammed ibn Abdülvahhab Rahimullah'dan bir növ işarədir ki, əgər sən elm öyrənsən, Rəbbini tanısan, Peyğəmbərini tanısan, İslam dinini dəlillərlə bilsən və buna əməl eləsən və buna dəvət eləsən, sənə bu yolda əziyyət gələcək. Sənə bu yolda əziyyət gələcək. Buna səbirli ol. Bunun üzərində səbirli ol. Əy, yasbiru aləl-əzə fi hədihil əşyə. Yəni, bu şeylərdə, yəni, elm öyrənməkdə, əməl etməkdə, dəvət etməkdə səbirli olur. Fəqad yəhsulu lil-insani əzə. Yəni, insana bu yolda əziyyətlər gələ bilər. Sən haqqı dediyin zaman, hamı səndən razı olmayacaq. Sən haqqa dəvət elədiyin zaman, hamı səndən razı olmayacaq. Qad yətə'bu minəl-məd'u əv qeyrihi, min əhlihi əv qeyrihim. Ola bilər ki, dəvət olunan kimsə sənə əziyyət versin və yaxud da ki, başqaları və yaxud da ki, sənin qohumların, yaxınların, ailən sənə əziyyət versin. Fəl-vacibu əs-sabru və ihtisabul əcri indallah. Və vacib olanda nədir? Səbirli olmaq və Allahdan savab ummaq. Fəl-mu'minu yasbiru alə imanihi billah. Mömin Allaha olan imanı səbəbi ilə səbirli olur. Allaha olan imanına görə səbr edir, dəvətdə səbr edir. Və yəsbiru aləl-əməli bimə əvcəbəllahu aleyhi. Və həmçinin nəyə səbr edir? Allahın ona əmr etdiyi vaciblərə səbr edir. Və tərki mə harramallahu aleyhi. Və həmçinin Allahın ona haram etdiyi şeylərdən çəkinməyə də neynir? Səbr edir. Və yəsbiru fi dəvəti ilallah. Və Allaha dəvət etdiyi zaman səbr edir. Və tə'limi vəl-əmru bil-ma'rufi və-nəhyi anil-munkar. İnsanlara öyrətdiyi zaman, onlara yaxşılığı əmr edib pislikdən çəkindirdiyi zaman səbr edir. فلا بد من الصبر في هذه الأمور كلها فالدين كله يحتاج إلى صبر على دعوة الله وحده وصبر على أن تصلي وتزكي وتصوم وتحج وتأمر بالمعروف وتنهى عن المنكر وصبر عن المحارم والسيئات فتحذر من قربها فالإحسان إذا لم يصبر وقع فيما حرم الله عليه أو ترك ما أوجب الله عليه. Ve İbn Baz Rahimullah buyurur ki, buna görə də mömin kimsə bu işlərdə səbirli olmalıdır. Və din özü bütövlükdə səndən səbri tələb edir. Allaha dəvət etdiyin zaman səbirli olmalısan. Namaz qıldığın zaman, zəkat verdiyin zaman, oruç tutduğun zaman, həcc etdiyin zaman, yaxşılığı əmr edib pislikdən çəkindirdiyin zaman səbirli olmalısan. Haramlardan çəkindiyin zaman səbirli olmalısan.
və həmçinin haramlara yaxın durmaqdan həzər etməlisən. Əgər insan səbr etməzsə, onda Allahın haramlarına düşər. Və yaxud da ki, Allahın ona vacib etdiyi vacibi tərk edər. Və buna görə də baxın, Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Fasbir kəmə sabara ulul azmi minər rusul." Peyğəmbər nə deyir? Ulul azm peyğəmbərlər səbr etdiyi kimi sən də səbr et. Ulul azm peyğəmbərlər hansı peyğəmbərlər idi? Nuh, İbrahim, Musa, İsa və Muhammed sallallahu aleyhi ve sellem. Ulul azm peyğəmbərlərdir bu 5 dənə. Deyir ki, səndən əvvəl ki, bu 4 peyğəmbər səbirli olduğu kimi sən də səbirli ol. Vasbir li hukmi rabbike fe inneke bi a'yunina. Və həmçinin Allah Teala başqa ayədə buyurur ki, səbr et Rəbbinin hökmünə, həqiqətən sən bizim gözümüzün önündəsən. Və həmçinin Allah Teala başqa ayədə buyurur ki, "Vasbir və ma sabruke illə billah." Səbr et, həqiqətən sənin səbrin yalnız Allah üçündür. Və başqa ayədə buyurur ki, "İnnəmə yuvaffəs-sabiruna ecrahum bighayri hisab." Həqiqətən səbr edənlərin mükafatı hesabsız veriləcək. Və yenə başqa ayədə buyurur ki, "Vasbiru innallaha ma'as-sabirin." Səbr edin, həqiqətən Allah Teala səbr edənlərlə bərabərdir. Yəni isbiru ala ta'atillah və tərki ma'siyetihi və ihzaru muxalafata emrihi və irtikaba nahyihi. Yəni Allaha itaətdə, onun günahlarını, onun asiliklərini tərk etməkdə, onun qadağan etdiyi şeyləri, haramları tərk etməkdə və onun əmrinə müxalif olmaqda və onun qadağan etdiyi şeylərə düşməkdə səbirli ol. Və delilu ala hadihil masailil arba'a, yəni bu 4 dənə məsələ: öyrənmək, bilmək, nəyi bilmək? Rəbbini, Peyğəmbərini və İslam dinini dəlillərlə. Və bundan sonra buna əməl etmək, dəvət etmək və bunun üzərində səbirli olmaq. Bu 4 dənə məsələyə dəlil Muhammed ibn Abdülvahhab rahimehullah Əsr surəsini zikr elədi. Baxın, vəl asr, Allah Teala əsr vaxtını and içir. İnnel insane lefi xusr. Həqiqətən insan xüsran içərisindədir. Uduzub. Baxın, hər bir insan bura daxil oldu. Hər bir insan kəlməsi kimə müvafiqdirsə, o bura daxil olur. İstisna gəlir. İlləl-ləzīnə əmənu. Yalnız bu kimsələrdən başqa. Və amilus salihati və tevasav bil haqqi və tevasav bis sabr. Yalnız iman gətirib, salih əməl işləyən və bir-birlərinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa. Fəfi hadihi suratil aziməti əl-hüccətu lihadihi l-umur və hədə huvəd-dinu kulluh. Fəd-dinu kulluhu imanun və amelun və də'vətun və sabr. Yəni bu əzəmətli surədə bu 4 dənə şeyin 4'ünün də dəlili var. 4 dənə şeyin 4'ünün də dəlili var. Və din özü bütövlükdə bu 4 dənə şey üzərindədir. Din bütövlükdə ya imandır, ya əməldir, ya dəvətdir, ya da səbirdir. Bu 4 şeyin üzərindədir. İmanun bil haqqi və amelun bihi və də'vətun ileyhi və sabrun aləl-əzə fihi. Haqqa iman gətirmək, ona əməl etmək, ona dəvət etmək və bunun üzərində səbirli olmaq. وَالنَّاسُ كُلُّهُمْ فِي خَسَارَ. İnsanların hamısı uduzub, xüsran içərisindədir. Yalnız o kimsələrdən başqa ki, Allah Teala istisna elədi ki, اَلَّذ۪ينَ اِسْتَسْنَاهُمُ اللّٰهِ فَجَمِيعُ بَنِي آدَمَ فِي خُسْرَانِ وَعَلَى طَر۪يقِ الْهَلَاكِ اِلَّا الَّذ۪ينَ آمَنُوا. Yalnız o kimsələr ki, iman gətirdilər və salih əməllər etdilər. وَتَوَاسَوْ بِالْحَقِّ وَتَوَاسَوْ بِالصَّبْرِ. Bir-birlərinə haqqı və səbri tövsiyə etdilər. فَهُلَٰئِ هُمُ الرَّابِحُونَ. Və İbn Baz rahimehullah buyurur ki, qazanan kimsələr bunlardır. Qazanan kimsələr bir tərəfdə uduzan kimsələrdir. Yalnız istisna olan kimsələr qazanan kimsələrdir. Və xoşbəxt olanlar da bunlardır. وَقَدْ أَقْسَمَ اللّٰهُ عَلَى هَذَا بِقَوْلِهِ. Və Allah Teala bunu deməmişdən öncə əsr vaxtını and içdi. Dedi ki, vəl asr. Əsr vaxtını and olsun. Və əlbəttə ki, Allah Teala sözündə doğrudur. Hətta Allah Teala and içməsə belə biz onu bilirik ki, yəni
orada ayələrdə keçənləri. Lakin Allah Taala'nın and içməsi, yəni bir növ gücləndirmək tərəfindəndir. Vallahu subhanahu ve teala yuqsimu bima şa'a min xalqihi fala ahada yetahajjaru alayhi. Allah Taala məxluqatından istədiyi şeyə and içə bilər və heç bir kimsə ona mane ola bilməz. Fa aqsama bis sama'i zatal buruj. Allah Taala yəni səmaya and içir və həmçinin səmada olan yollara and içir. Və səmai və tariq və bid-duha, duha vaxtına and içir. Günəşə, günəşin işığına və həmçinin gecəyə, gecənin zülmətə bürünməsinə və digər şeylərə and içir. Digər məxluqlara and içir. Li'annal məxluqat tədullu ala azamatihi. Çünki məxluqlar hamısı Allahın əzəmətinə bir işarədir. Və alə ənəhu subhanahu huvəl mustahiqqu lil-ibadə. Və həmçinin dəlildir ki, Allah subhanahu taala tək ibadətə haqlı olandır. Və Allah Taala bu şeylərə and içir nəyə görə? Li bəyani izami şə'ni hadihil məxluqat əlləti tədullu alə vahdaniyyətihi. Və ənəhul mustahiqqu lil-ibadəti vahdə. Yəni bəyan etmək üçün ki, həqiqətən bu əzəmətli məxluqlar hamısı Allah Taala'nın təkliyinə dəlalət edir. Və Allah Subhanahu taala tək ibadətə haqlı olandır. Və əmməl məxluq fəleysə lehu ən yuqsimə illə bi rabbihi fələ yuqsimə və lə yəhlifə illə billah. Lakin insan isə sadəcə and içdiyi zaman Allaha and içməlidir. Allahdan başqasına yox, yalnız Allaha and içməlidir. Və la yecuzu lehu en yehlifə bil enbiya və la bil asnam və la bil salihin və la bil əmanə və la bil kə'bə və la bi qeyrihə. Yəni insana nə peyğəmbərlərə, nə bütlərə, nə salihlərə, nə əmanətə, nə Kəbəyə, nə başqa bir şeyə, yəni bərəkətə, çörəyə, heç bir şeyə and içmək icazəli deyil. Və buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, mən hələfə bi şeyin dunəllahi fəqad əşrak. İmam Əhmədin rəvayət etdiysə hədisdə buyurur ki, kim Allahdan başqa bir şeyə and içərsə, artıq Allaha şərik qoşmuşdur. Və həmçinin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən kənə həlifən fəlyəhlif billahi əv liyasmud. Kim and içmək istəyirsə, qoy Allaha and içsin, ya da ki sussun. فالواجب على كل مسلم ومسلمة الحذر من الحلف بغير الله وأن تكون إيمانهم كلها بالله وحده سبحانه وتعالى. Və hər bir müsəlman kişi və qadına da vacib olan odur ki, Allahdan gerisinə and içməkdən çəkinsin, həzər etsin və imanları bütövlükdə yalnız Allah üçün olsun. Və İmam Şafi Rahimullahın sözü nəql olundu. İmam Şafi Rahimullah, yəni Əhl-i-Sünnənin böyük imamlarından idi, məzhəb alimlərindən birisidir. Muhammed ibn İdris Əş-Şəfi'i Əl-Matlabi. Yəni İmam Əş-Şəfi'i Rahimullah hicrətin 150-ci ilində dünyaya gəlib və 204-də də vəfat eləyib. 204-də də vəfat eləyib. Və İmam Şafi Rahimullahın sözünü nəql elədi Muhammed ibn Abdülvahhab Rahimullah. Dedi ki, لَوْ مَا أَنْزَلَ اللّٰهُ حُجَّةً عَلَى خَلْقِهِ إِلَّا هَذِهِ سُورَةً لَكَفَتْهُمْ. Əgər Allah Taala insanlara hüccət olaraq bu surədən başqa bir surə nazil etməsəydi, onlar üçün hüccət olaraq kifayət olardı. Kifayət edərdi. Hansı surədən? Asr surəsindən. Və başqa bir yerdə, başqa bir məqamda İmam Şafi Rahimullah buyurur ki, لَوْ فَكَّرَ النَّاسُ فِي هَذِهِ السُّورَةِ لَكَفَتْهُمْ. Deyir ki, əgər insanlar bu surə barəsində düşünsələr, onlara kifayət edər. Yəni, haqqı bilmək, dərk etmək kifayət edər. Əy, لَوْ نَظَرُوا فِيهَا وَتَأَمَّلُوا لَكَانَتْ كَافِيَةً فِي إِلْزَامِهِمْ بِالْحَقِّ. Yəni, əgər insanlar bu surəyə nəzər yetirsələr, bu surə barəsində düşünsələr, ayələri barəsində düşünsələr, insanlara haqqa tabi olmaq üçün bu surə kifayət edərdi. Və qiyamuhum bima awjaballahu alayhim və tərku ma harramahu aleyhim. Yəni, həmçinin
Allah Taala'nın vaciblərini yerinə yetirmək və onun haram etdiyi şeylərdən çəkinmək üçün kifayət olardı. Li'annallaha beyyana annellezina amanu və amilussalihati və tevasav bilhaqqi və tevasav bis-sabri humur rabihun və men sivahum khasirun. Çünki Allah Taala bu surədə bəyan elədi ki, iman gətirənlər, salih əməl işləyənlər və bir-birlərinə haqqı və səbri tövsiyə edənlər qazanan kimsələrdir. Qazanan kimsələrdir. Uğur tapan, uğur qazanan kimsələrdir. Bunlardan başqaları isə nədir? Uduzub. وهذه حجة قائمة على وجوب التواصي والتناصح والإيمان والصبر والصدق وأنه لا طريق للسعادة والربح إلا بهذه الصفات الأربع إيمان صادق بالله ورسوله وعمل صالح وتواص بالحق وتواص بالصبر. Yani bu artıq insanlar üçün bir hüccətdir ki, insanlar bir-birlərinə tövsiyə eləmələri, bir-birlərinə nəsiyyət eləmələri vacibdir. İman gətirmələri, səbirli olmaları, sadiq olmaları və həqiqətən insanın xoşbəxt olması üçün və qazanan kimsələrdən, uğur tapan kimsələrdən olması üçün mütləq bu 4 dənə şey olmalıdır. İman gətirmək, Allaha və Rasuluna iman gətirmək, sadiq olmaq imanında, salih əməl işləmək və aralarında bir-birlərinə haqqı və səbri tövsiyə etmək. Və İmam Buxari rahimehullah buyurdu ki, İmam Buxari rahimehullah kimdir? Əbu Abdillah Muhammed ibn İsmail ibn İbrahim el-Buxari el-Cu'fi. Yəni Buxara şəhərindən olub İmam Buxari rahimehullah hicrətin 194-cü ilində dünyaya gəlib İmam Buxari rahimehullah və 256-da da vəfat edib. 256-da da İmam Buxari rahimehullah vəfat edib. Və İmam Buxari rahimehullah öz səhihində belə bir fəsil ayırıb və fəslin adını qoyub ki, Əl-ilmu qabləl qavli vəl-əməl. Elm söz və əməldən öncədir. Yəni, əməl etməmişdən, dəvət etməmişdən, danışmamışdan, bir söz deməmişdən öncə insan öyrənməlidir. İnsan bunu bilməlidir. Necə bilməlidir? Dəlillərlə. Qurandan və sünnədən olan dəlillərlə. Və buna da İmam Buxari rahimehullah Allahın bu ayəsini dəlil gətirdi ki, Muhammed surəsi 19-cu ayə Fə'ləm ənəhu la iləhə illallah və istəğfir li zənbik. Bil ki, həqiqətən Allahdan başqa ibadətə layiq haqq bir məbud yoxdur və günahın üçün bağışlanma dilə. Günahın üçün Allahdan istiğfar dilə. Fəbədəə bil-ilmi qabləl qavli vəl-əməl. Və İmam Buxari rahimehullah buyurdu ki, Allah Taala söz və əməldən öncə elm öyrənməklə başladı. Elm öyrənməyi əmr etdi. Nə dedi? Fə'ləm, bil. Fə'ləm ənəhu la iləhə illallah. Dedi ki, bil, həqiqətən Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Fəl-insanu aleyhi ən yetəalləmə əvvələn, thumma ya'mələ, fəyətəalləmu dinəhu və ya'mələ alə basiratin vallahu ələm. Və insana vacib olan odur ki, ilk öncə öyrənməsi, bilməsi, sonra buna əməl etməsi. Baxın, sonra buna əməl etməsi. Və sonra Allahın dinini öyrənib və bəsirət üzərində buna əməl etməsi. Və deməli, başdan yenə İmam Muhammed ibn Vahhab rahimehullahın zikr elədiyi 4 dənə məsələ. İlk məsələ nə idi? Bilmək. Bilmək, öyrənmək, elm öyrənmək, elmli olmaq və nəyi öyrənmək, nəyi bilmək? Rəbbini tanımaq. Rəbbin barəsində elminin olması. İkincisi, Peyğəmbərini öyrənmək. Peyğəmbərin barəsində elmin olması. Və üçüncüsü, İslam dinini dəlillərlə öyrənmək. Dəlillərlə bunu bilmək. Və sonra ikincisi, buna əməl etmək. Bildiyinə əməl etmək. Birinci öyrənirsən, sonra özün əməl edirsən. Baxın, dəvət eləməmişdən öncə özün əməl edirsən. Bu dinə də əməl edirsən. Öyrəndiyinə, bildiyinə əməl edirsən. İkincisi, əməl etmək. Və üçüncüsü, buna dəvət etmək. Yəni, bu dinə dəvət etmək,
və müsəlmanlara tövsiyə etmək, nəsiyyət etmək və dördüncüsü də nədir? Səbirli olmaq. Yəni, bu dəvət üzərində səbirli olmaq. Hər bir şey, həm elm öyrənəndə, həm əməl edəndə, həm dəvət edəndə səbirli olmaq. Bu 4 dənə məsələ, yəni, bugün götürdüyümüz məsələlərdir və buna Muhammed ibn Abdülvahhab rahimehullah hansı suranı dəlil gətirdi? Asr surəsini. Asr surəsi, yəni həmin surədə Allah Taala bildirir ki, yəni bütün insanlar xüsran içərisindədir, uduzublar, ziyan içərisindədirlər. Yalnız kimlərdən başqa? İman edib, salih əməl işləyən və bir-birlərinə haqqı və səbri tövsiyə edənlərdən başqa. Bu 4 dənə kimsə. Baxın, insan ona görə çalışmalıdır ki, bu kimsələrdən olmağa. Və həmçinin İmam Şafi rahiməllahın sözünü dəlil gətirdi ki, yəni əgər Allah Taala insanlar üçün bu surədən başqa bir surə hüccət olaraq nazil etməsəydi, bu surə onlara kifayət idi. Yəni onlara haqqı bilmək üçün, haqqı tapmaq üçün, haqqı əməl etmək üçün hüccət olaraq kifayət edərdi. Və digər inşallah məsələləri də gələn dərsimizdə götürərik. Allah Subhanahu taala'dan istəyirəm ki, Allah Subhanahu taala bizə öz dinini doğru düzgün şəkildə öyrənməyə müvəffəq eləsin. Allah Subhanahu taala bizə əqidəmizi öyrənib və bu əqidə üzərində yaşamağa və ölməyə müvəffəq eləsin. Subhanaka Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.